Salam, hər vaxtınız xeyir olsun. Gəlin belə bir sualın izahına baxaq. Bizə belə bir integral və bərabərlik verilib. Deyir, f2 14 olarsa f3 ifadəsinin qiymətini tapın. İndi burada ilk növbədə mən bu iki funksiyanı bir integralın altında yaza bilirəm. Yazaram ki, integral x vurulsun. Gəlin bu limit ifadəsini, bax bu ifadəyə bir nə deyək? X vurulsun bir t. Üzərinə gəlinsi nədir? fx və dx nəyə bərabərdir? Bərabərdir 4x-in kvadratı plus 6x-a bərabərdir. 6x-a bərabərdir. Bu oldu belə. İndi burada bu t dediyimiz şey, bax bu t dediyimiz şey, bu ifadə etdə limit ifadəsi. İndi burada əslində o t-dəki sadə bir şeydir. Limit nədir? Delta x yaxınlaşarkən sıfıra f(x) plus delta x çıxılsın fx bölünsün delta x-dır. Bu bizə nəyi verir? Bu bizə elə verir f(x)-i. Yəni ki, törəməni verir bizə. f(x)-i verir. Ona görə gətirib yaza bilərəm ki, o t dediyim şeyə integral x vurulsun f(x). Bir də üzərinə gəlinsin fx və dx. dx nəyə bərabərdir? Bərabərdir 4x-in kvadratı plus 6x-a. 6x-a. Bax belə. İndi burada bu integral 6 funksiyaya fikir verəsi olsaq biz, bu nə deməkdir? Bu o deməkdir ki, x vurulsun fx-in törəməsi. Bu o deməkdir. Yəni bunun törəməsi. Bunun törəməsi nə eləyəcək? Birincinin törəməsi vur ikinci, üzərinə gəlsin birinci vuraq ikincinin törəməsi. Vəssalam. Deməli, bərabərliyi nə oldu? Bərabərliyi oldu ki, integral x vurulsun fx. Bunun törəməsi nə? dx. Bərabərdir 4x-in kvadratı plus 6x-a. Buradan törəmə integral aparır, daha da diferensial integral aparır. Nə qalır? Qalır x fx plus c bərabərdir 4x-in kvadratı plus 6x-a. 6x-a. İndi yuxarıda bizə bərabərlikdə vermişdi ki, nə vermişdi? Vermişdi ki, f2 bərabərdir 14-ə. f2 bərabərdir 14 vermişdi. İndi aparaq qoyaq yerinə 2 vurulsun f2 14 plus c bərabərdir nəyə? Deməli 4x-in kvadratı plus 6x-a. Buradan nə eləyir? Daha doğrusu 4x kvadratı plus 6x neydi? Burada x-in yerinə 2 qoyuram da mən. 4 vurulsun 4 plus 12. Bax belə. Deməli, nə olacaq? 28 plus c bərabərdir 16 plus 12. Bu eləyir 28 bu gedir. C bərabər olur 0-a. C olur 0. C 0-dırsa, deməli, x fx nəyə bərabər olur? 4x-in kvadratı plus 6x. Buradan fx-i tapası olsam, fx nə olacaq? Fx bərabər olacaq. Deməli, 4x plus 6. 4x plus 6. Bizdən də f3 istəyirdi. f3 nəyə bərabər olacaq? f3 bərabər olacaq 4 üçün 12 plus 4 vur 3 plus 6. 12 plus 6 bu deyilir 18. Deməli, sualın düzgün cavabı olur nə? Sualın düzgün cavabı olur 18. Bax belə.